Salam uşaqlar, bugün 10-cu sinif üçün bizim KSQ 3'dür uşaqlar. Gəlin mən oxuyum və tərcümə edim, ondan sonra da suallara baxarıq. Можно утверждать, что история создания Тадж-Махала началась с 1612 года. Тадж-Махалın yaradılma tarixinin 1612 ildən başladığını iddia etmək olar. Именно тогда падишах империи великих моголов Шах Джахан взял в жены Arjumand Banu Begum. Deməli, məhz həmin vaxt Böyük Moğol İmperiyasının padşahı Şah Cahan Ercümənd Banu Begumu həyat yoldaşı kimi deməli alır. В истории эта женщина больше известна как Мумтаз Махал, что значит украшение дворца. Deməli, tarixdə də bu qadın daha çox Mümtaz Mahal kimi tanınır ki, bu da sarayın bəzəyi deməkdir. Şah Cahan очень доверял ей и советовался с ней во всем. Şah Cahan ona çox inanırdı, etibar edirdi, hər şeydə onunla məsləhətləşirdi. Так, Мумтаз Махал сопровождала правителя в военных походах, присутствовала на всех мероприятиях государственного уровня, а если у нее не получалось посетить какое-либо мероприятие, то его просто откладывали. Deməli, Mümtaz Mahal hökmdarın hərbi yürüşlərdə müşahidə edirdi. Dövlət səviyyəli bütün tədbirlərdə iştirak edirdi. Əgər o hər hansı bir tədbirə iştirak edə bilmirdisə, həmin tədbir sadəcə taxirə salınırdı da, yəni. Дальше. Счастливая семейная жизнь знатной пары длилась 18 лет. Yəni, həyat yoldaşı ilə cütlüyü, yəni bu xoşbəxt ailə, yəni 18 il davam etdi. Так, после смерти супруги Шах Джахан целый год провел в затворничестве, постарел и сутулился за это время. Deyir ki, həyat yoldaşı ölümündən sonra Şah Cahan bütün bir ili tənhalıqda keçirdi. Bu müddət ərzində qocaldı və hətta beli büküldü. Чтобы отдать последнюю дань любви Мумтаз Махал, падишах решил возвести дворец-мавзолей, которому не было и не будет равных на земле. Və deyir ki, Mümtaz Mahala olan son sevgi borcunu ödəmək üçün padşah yer üzündə tayı bərabər olmayan bir saray məqbərə tikdirmək qərarına gəldi. Və indi bizdə birinci sualımız belədir. Oxuduq. Söhbət nədən gedirdi? Əlbəttə ki, Tac-Mahalın yaradılma tarixindən getdi də. Burada necə oldu, necə başladı deyə biz ona görə C variantını seçirik. İstoriya создания Tac-Mahala. Дальше. 2-də укажите верную последовательность текста. Mətnin düzgün ardıcılığını göstərək də. Gəlin, burada baxaq. Deməli, история создания Тадж-Махала началась с 1612 года. Bundan başlayır mətn. Ondan sonra падишах Шах Джахан взял в жены Арджуманд Бану Бегум. Ondan sonra 5. Deməli, Мумтаз Махал сопровождала правителя в военных походах, присутствовал на всех мероприятиях государственного уровня. Дальше. Смерть супруги и дворец, мавзолей, которому не было и не будет равных на земле. Deməli, onda 2-də B variantı burada uyğundur. Dальше. 3-cü sualımız. Tak, 3-cü sualımız buradadır. Так. Burada соедините части предложения. Burada da hamısı mətnə görə də, uşaqlar, ona görə də özünüzdə çox rahat edə bilərsiniz. Падишах империи великих моголов Шах Джахан взял в жены Арджуманд Бану Бегум. Deməli, 1B. Дальше. 2-də. Если Мумтаз Махал не получалось посетить какие-либо мероприятия, то его просто откладывали. 2D. Дальше. 3. После смерти супруги Шах Джахан целый год провел в затворничестве и постарел, сутулился за это время. 3А. Və 4-də, чтобы отдать последнюю дань любви Мумтаз Махал, падишах решил возвести дворец-мавзолей. 4G. Deməli, onda 3-də bizdə D variantıdır. D, 3A, 4C. D variantı uyğundur. Dальше. 4-də. Burada da уже mətnə görə biz cümlə qurmalıyıq, uşaqlar. Так. Чтобы отдать последнюю дань любви Мумтаз Махал. Так. Падишах решил
возвести дворец-мавзолей, которому не было и не будет равных на земле. Демәле 4-те onda C варианты uyğundu bizdə. 5-te выберите неверный вопрос к предложению. Burada da bizdə belə bir cümlə var. В истории эта женщина больше известна как Мумтаз Махал, что значит украшение dvarца. Tarixdə bu qadın daha çox Mumtaz Mahal kimi tanınır ki, bu da sarayı bəzəyi deməkdir. Və burada deyir ki, cümləyə aid olan yanlış sualı seçin. Burada yanlış sual hansıdır? Как известна эта женщина в истории? Tarixdə necə məşhurdur da bu qadın? Mumtaz Mahal kimi. Кто известен в истории как Мумтаз Махал? Это женщина, например. Что значит Мумтаз Махал? Украшение dvarца. Görürsünüzmü? Bunlara deməli belə deyək də bu suala cavab var. Когда умерла Mumtaz Mahal? Nə vaxt? Deməli vəfat etdi. Ondan orada söhbət etmirlər də, deyilmir. Ona görə də bax D variantı burada уже deməli düzgün deyil. D variantı. Bu sual yanlışdır. Bu cümləyə aid deyil. Так, дальше. 6-da. 6-й. Так. 6-da. Мумтаз Махал сопровождала правителя в военных походах, присутствовала на всех мероприятиях государственного уровня, а если у нее не получалось посетить какое-либо мероприятие, то его просто откладывали. Bu cümləyə biz indi nə etməliyik? Buna düzgün deməli verilən sualı, bu cümləyə verilən sualı tapmalıyıq. Yəni burada söhbət nədən gedir? Yazıq ki, Mümtaz Mahal hökmdarı hərbi yürüşlərdə müşayiət edir, dövlət səviyyəli bütün tədbirlərdə iştirak edirdi. Əgər o hər hansı bir tədbirdə iştirak edə bilməzsə, həmin tədbiri sadəcə təxirə salınırdı. Düzdürmü? Və burada ən düzgün sual hansıdır deyir. Hansı ki düz. Какие мероприятия откладывали? C variantını seçirik. Çünki hansı deməli tədbirləri təxirə salırdı. Hansına ki o gedə bilmirdi. У нее, которые не получились посетить. Все. G варианты, düz варианты. Так, дальше дополните диалог по тексту. У тебя была информация про Тадж-Махал. Так. Deməli burada у тебя была информация про Тадж-Махал. Да, мы это проходили по истории. Про жену падишаха империи великих моголов Шах-Джахана ты читал что-то? Нет, сегодня мне стало известно, что ее имя, onun adı. Так, deməli onun adı Arjumand Bano Begun ya da Mumtaz Mahal'da. Bax, B variantı uyğun gəlir bura. Çünki burada yazılıb ki, нет, сегодня мне стало известно, что ее имя Arjumand Bano Begum, ama в истории она известна как Mumtaz Mahal. B variantı burada 7-də B variantı uyğundur. Так, 8-də gəlin baxaq. Допишите предложение. Cümlələri tamamlamalıyıq, amma bu hamısı mətndə var uşaqlar. Mətni yəni dəqiq oxusanız, onu problemsiz tapa bilərsiniz. В истории эта женщина больше известна как Мумтаз Махал. Что значит? Deməli, украшение дворца. Шах-Джахан очень доверял ей и советовался с ней во всем. После смерти супруги Шах-Джахан целый год провел в затворничестве, сутулился за это время. Постарел и сутулился за это время. Deməli, A variantı 8-də uyğundur. Так. Дальше, 9-da. 9-da uşaqlar burada ərzədir. Onu deməli necə yazmaq lazımdır? Mən sizə göstərdirdim dərslərdə də. Burada gəlin baxaq. Deməli, məsələn, директору школы номер 2, məsələn, 2 города Баку'da, например. Deyək ki, burada adı və soyadı olsun da. A, B burada olsun. От ученика, например, 9 класса, məsələn, adınızı yazan, məsələn, Aliyeva
Алиева Ибрагима, да, например. Ибрагима. Заявление. Прошу вас принять меня, например. Xahiş edirəm məni, məsələn, bu deməli, məktəbin 10-cu sinifə məni qəbul eləyəsiniz də, məsələn. 9-dan sonra 10-dur da, məsələn, tutaq ki, 10 класс данной школы. Tarixdir və imzadır, həmişə kimi, belə. Так, дальше. 9'u ettik. Так, 10. sualımız buradadır. Какое слово можно вставить в предложение? Cümlənin hansı sözü əlavə etmək olar? Так, ptö demək lazımdır da. Burada Шахджахан целый год провел в затворничестве, постарел и даже сутулился за это время. Целый burada kişi cinsindadır. Çünki god, целый год deyirik də biz. Ona görə də burada şəkildə deməli yazmalıyıq. 11'də в каком предложении употреблено порядковое числительное? Порядковое числительное burada sıra sayı deyir və sıra sayı deyir hansındadır? Gəlin baxaq. Bax, 18 лет burada уже miqdar sayıdır. Amma именно в 1612 году deyirik də. Burada уже какой порядковый sıra sayı hansı suala какой, который deyə. Və burada tarix olanda əlbəttə ki, bu sıra sayında işlənir. В 1612 году deyə. Ona görə də biz E variantını seçirik. 11E. Дальше 12'də. К какому разряду относится выделенное местоимение? Baxın. Этот комплекс был построен падишахом Шахджаханом как последняя дань любимой супруги Мумтаз. Burada deyir ki, deməli, hansı, bax bu qara şriftlə yazılan etat əvəzliyi hansı, deməli, belə deyək də, əvəzliklər bölünür, düzdürmü? Və burada bilirsən, yiyəlik var, sual var, ondan sonra şəxs əvəzliyi var, düzdürmü? Bax, onların hamısını deyir ki, hansına aiddir? Bu, etat, bu deməkdir. Yəni, burada ukazatelə, işarə əvəzliyidir. B variantıdır. Etat, bu deyiriksə, bu işarə əvəzlikdir. Ukazatelə местоимение. Так, дальше. 13. 13'te. К какому разряду относится выделенное местоимение? Burada da eyni местоимение она. Она расположена на берегу речки Джан. Ana burada qadın cinsindədir və o deməkdir. Əlbəttə ki, bu şəxs əvəzliyidir. Личное. 14'te. Укажите соответствие количественной и порядке. Количественное miqdar sayı hansılardır? Gəlin baxaq. Количественное у нас сколько deyə suala cavab verir. Düzdürmü miqdar sayı? Сколько? Deməli, biz deyə bilərik ki, 5, 30 ya da 40, 100, 1, A və C. Сколько? Deməli, порядковая sıra sayı və hansı suala cavab verir? Который, какой, который по счету. Və deyirik ki, məsələn, 5-ci, 13-cü, 6-cı ya da 9-cu. Deməli, 2-də bizdə B və D uyğun gəlir. Və 15'də укажите соответствие. Burada da biz uyğunluğu deməli tapmalıyıq və gəlin baxaq. Deməli, lichный. Lichный nə deməkdir? Lichный bizdə şəxs əvəzliyi. Düzdürmü? Hansıdır şəxs əvəzlikləri? Gəlin baxaq. Lichные. Так, у нас мы, ты, они. Мы, ты, они. Biz, sən, onlar. Dəlşə. Deməli, bizdə B, 1, onda B olacaq. Düzdürmü? Qoy bunu sileyim tam. Və təzdən yazım ki. Deməli, lichные 1. Bu 15-ci sualdır, uşaqlar. Da 1, B. Dəlşə, возвратное. Возвратное bizdə qayıdış. Yəni, özümə, özünə. Deməli, себя olacaq. 2 bizdə al. Дальше, третье, притяжательное. Притяжательное bizdə yiyəlik əvəzliyidir. Hansıdır yiyəlik? Məsələn, sənin, özünün, onun, твой, свой, ее. Deməli, 3 bizdə D oldu. Və tak, 4'də uказательный işarə əvəzliyi və
Hansıdır? Этот такой stolka. Yəni bu, belə, bu qədər. Deməli 4 bizdə C oldu. Belə uşaqlar, sağ olun, görüşərik.